Sizdən çox-çox xahiş edirəm, günahkarlarla təkəbbürlə davranmayın. Çünki birincisi, günahkarlar deyəndə ki, biri namaz qılır, qeybət eləyir, o biri qılmır, şərab içir, bilinmir kim nə əməlin sahibidir. Mən bir dəfə burada minbərdə demişəm bunu, bir filmə baxırdım, çox xoşuma gələn bir söz idi. Bir dindar ailədir, bir qız haqqında araşdırma aparır ki, oğlu üçün onu alsın. Bir adamı göndərir ki, araşdırma apar. O da gedir, araşdırma aparır, qayıdır, gəlir ki, onlar bizə uyğun deyil, onlar nə xums vermir, filan eləmir. Bunlar dindardır, onlar qeyri-dindardır da, məsələn. Orada kişi yaxşı bir söz deyir, ona ki, mənim yaddaşıma yazıldı. Dedi ki, cəmaatın günahı bizim günahımızdan fərqlidir deyə onları ittiham eləyə bilmərik. Günahkarlar deyəndə ki, dindarın özünə məxsus günahı var, o birisinin özünə məxsus. Onun günahı aşkardadır. Dindarın günahı çox vaxt din pərdəsi arxasında gizlənir. Eyb aşkardırsa yenə xoşbəxt adam. Eyb gizlidir bəzən. Vay o gündən eyb əbanın arxasında gizləndi, təsbehin arxasında. O daha iyrənc və çirkin olur. Dindarın eybi olanda Allah eləməsin, olanda daha eybəcər olur. Yenə də bu, həmin o Şeyx Şuşlərinin sözü hər dəfə yadıma düşür. Deyir ki, gəldi, qabağımı kəsdi, adamı görsən, bəzən belə adamlar da muayizə eləyə bilir. Deyim, mən əbada, əmmamədə, təsbih əlimdə, zikir deyə gedirəm, Allah gör kimi çıxardır qabağına, kimin qabağına. Deyir, gəldi, durdu qabağımda, dedi, bir dəqiqə deyən sözüm var. Biz olsaq deyərək ki, üzr istəyirəm, rədd ol, çıx gedirsən, içkili vəziyyətdə, mənə nə söz deyirsən, biz belə deyək, bu deyir, buyur görüm nə deyirsən. Deyir, əlin Allah deyib dayanmışam ondan, tutub divardan dayanıb da az qalır yıxılsın. O vəziyyətdə sərxoşdur. Tutub divardan deyir, mənə dedi ki, ay şeyx, belə əmmamə, əba, qəşəng, zahiri bəzəmisən, dindar kimisən filan. Sualım budur ki, mənə baxsan, bax, mənə bax, mən necəyəm, üzüm necədir, içim də elədir. Sən ki, belə bəzənmisən, əmmamədə, əbada filan da, sualıma cavab ver, görüm, göründüyün kimisən səndə yoxsa yox. Deyir, elə ox kimi ürəyimə sancıldı bu söz. Düz deyir bu adam. O vəziyyətdədir, amma nə var odur da özdə? Nə var odur? Necədir elədir? Bəs mən necə bir cür görünürəm, içimlə çölüm eynidir yoxsa yox? Deyir, elə muayizə elədi, bir sərxoş adam deyim, mən müştəhidi elə muayizə elədi ki, deyir, heç vaxt yadımdan çıxmır və düz də dedi mənə, düz dedi.